Gələn il üçün İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi Milli Məclisdə qəbul olunub. Sənədə əsasən fondun xərcləri 266,4 milyon manat olacaq. Bunun əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşməsinə yönələcək. Digər hissəsi isə işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bəs bu vəsaiti kimlər ala biləcəklər və yararlanmaq üçün hara, necə müraciət edilməlidir? Ətraflı sujetdə. İşsizlikdən Sığorta Fondunun xərclərinin 28 milyon manatı işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulub. Bu, cari illə müqayisədə çoxdur. 2025-ci illə müqayisədə bu istiqamətə ayrılan vəsaitin həcmi 65% artacaq. Praktik olaraq məqsəd iş yerini itirən vətəndaşlarımızın sosial baxımdan dəstəklənməsinə nail olmaqdan ibarətdir. Çünki 28 milyon manat vəsait məhz 2026-cı ildə iş yerini itirən və yeni iş tapanadək olan müddətdə vətəndaşlarımıza ödəniləcək vəsaitdir. Bəs bu vəsaiti kimlər ala biləcək? Dövlət Məşğulluq Agentliyinin rəsmisi Leyla Rızayeva bildirir ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Bura dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi ilə əmək müqaviləsinə xitam verilmə və digər hallar daxildir. Əmək müqaviləsinin müddətinin qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər həmin işdə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə bərpa edilməklə bağlı qərar verilərsə və əvvəllər həmin işdə çalışan işçi özünün işinə bərpa edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, bu kimi xitam əsaslarla müqavilələrə xitam verildiyi halda ödəniş alma hüququ yaranır. Sığorta ödənişinin məbləği isə itirilmiş orta ali əmək haqqının 50% məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən çox və minimum sığorta ödənişindən az ola bilməz. Hazırda bu məbləğ 400 manatla 1900 manat arasında dəyişir. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5% artırılır. Həmin vətəndaşlarımız əgər ailəlidirsə, ailə üzvlərinin sayı da nəzərə alınmaqla ödənişlər həyata keçiriləcək. Belə ki, ailədə olan uşaqlara görə məhz həmin ödənişlərə əlavələrin edilməsi nəzərdə tutulub və hər uşağa görə 5% ödəniş ediləcək. Bu zaman 18 yaşındakı olan uşaqlar və ya əgər ali təhsil alırsa, o halda 20 yaşındakı olan uşaqlar nəzərə alınacaq. Bəs vətəndaşlar sığorta ödənişi almaq üçün hara müraciət etməlidir? Şəxs Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya Dost Agentliyinin dost mərkəzlərinə müraciət edərək işsiz kimi qeydiyyata alındıqdan sonra onun ödəniş alma hüququ yaranır. Sığorta ödənişinin alınması üçün şəxs hər ay fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etməlidir. Daha sonra ay bitdikdən sonraki dövrlərdə sığorta ödənişinin ödənilməsi həyata keçirilir. Qeyd edək ki, bu ödənişi almaq istəyən şəxs əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad olunursa 2 il, hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ştatları ixtisar edildikdə və digər hallarla əlaqədar işdən azad olduqda isə 1 ildən çox sığorta stajına malik olmalıdır. Şəkərnaz Şahaliyeva, Şəhriyə Rəhmətli, İqtisadi Zona.